Salam əziz tamaşaçılar, Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Müasir dövrdə inanc yalnız dini bir məsələ deyil, o insanın həyatını anlamlandırması, həyat tərzini müəyyən etməsi üçün bir mövqedir. Müasir dövrdə bəzən ənənəvi dəyərlər, inanclar suallarla qarşılaşır. Bu suallara dair çıxış yolları yeni inanışları meydana gətirir. Bu baxımdan ateizm, deizm, agnostisizm kimi fikirlər meydana gəlir. Bəzən bu proseslər insanların mənəvi böhranı olaraq təqdim edilsə də, əslində gəncliyin axtarışının bir nəticəsi olaraq təqdim oluna bilər. Bugün verilişimizdə məhz bu mövzunu müzakirə edəcəyik. Mövzunu müzakirə etmək üçün həm söhbətim Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvusal Məmmədovdur. Elvusal müəllim, bugün sizinlə aktual bir məsələni müzakirə etmək istəyirik. Müasir dövrdə inanc sadəcə dini bir məsələ deyil. İnanc eyni zamanda insanın dünyanı anlamasının, həyata baxışının, kainata baxışının bir formasıdır. Bu baxımdan bu formanı əldə etmək üçün insanlar, xüsusilə gənc nəsil müxtəlif arayışlara girirlər, müxtəlif axtarışlara yönəlirlər. Bəzən bu axtarışlar müəyyən nəticələr doğurur. Amma bu nəticələr çox zaman insanlara faydadan çox zərər gətirə bilir. Onları mənəvi boşluğa, onları böhrana aparıb çıxara bilir. Müasir dövrdə elm-din münasibətlərinin bu məqamında insanların ateizm, deizm, agnostisizm kimi inanclara yönəlməsi, fəlsəfi düşüncələrə yönəlməsinin səbəbləri nələrdir? İnsanlar ənənəvi dəyərlərdə nəyi tapa bilmirlər? Hansı baxımdan qane ola bilmirlər ki, müxtəlif yollara yönəlirlər? Bax, bu axımların yayılmasının səbəbləri haqqında istərdim əvvəlcə buradan başlayaq. Hal-hazırda inanc böhranı deyilən bir şey mövcud deyil. İnanc heç vaxt böhran keçirə bilməz. Bədən üçün qida nədirsə, ruh üçün də inanc odur. İnsan həmişə inanmışdır. İnanır və inanacaqdır. Çünki inanc insanın ruhunun qidasıdır və insan mənən buna ehtiyac hiss edir. Nə qədər ki insan vardır, o qədər də ruh olacaqdır. Nə qədər ki ruh vardır, ruhun da inanca ehtiyacı aktual olaraq qalacaqdır. Lakin danılmaz faktdır ki, xüsusən gənclər ateizmə, deizmə bəzən üst tuturlar. Mən iddia etmirəm ki, ateizmə, deizmə kütləvi şəkildə meyl etmə mövcuddur. Belə bir statistika aparılmayıb. Amma danılmaz gerçəklik qalır. Gənclər müəyyən qədər ateist və deist fikirlərə meyl göstərirlər. Nədir bunun səbəbi? Müasir gənc Kövsər müəllim, mühakimə edən, axtaran, sual verən gəncdir. Bu gənc daha sərbəstdir. İnformasiya mənbələrinə sərbəst çıxışa sahibdir. Və əvvəllər dini bilikləri gənclərə ailələri ötürürdü. Obrazlı ifadə ilə desək, bu biliklər ütülənmiş, sahmana salınmış biliklər idi, informasiya idi. Amma bugün hər növ informasiyanı, o cümlədən dinə dair informasiyanı media ötürür. Bu vəzifəni öz öhdəsinə media götürmüşdür. Medianın ötürdüyü informasiya filtrdən keçməmiş informasiyadır. Çaşdırıcı, dolaşdırıcı məqamlarla doludur. Və əlbəttə ki, bu cür informasiya gənclərə təsirsiz ötüşmür. Gənclər şübhələnməyə başlayırlar. Şübhə inkar deyildir. Şübhə həqiqətə çatmaq üçün insanın keçməli olduğu mərhələdir. Sən şübhələnməlisən ki, araşdırasan. Araşdırdığın zaman həqiqəti tapırsan. Ona görə də biz gənclərə o şübhə mərhələsindən qənaətbəxş cavablar taparaq çıxmalarına kömək etməliyik. Belə olduqda onların inancı möhkəmlənəcəkdir. Bilirsinizmi, gənc sübut istəyir, gənc cavab istəyir. Bu baxımdan ənənəvi cavablar,
dinə ənənəvi baxış, ənənəvi ritorika işə yaramır. Allahın məscidlərində onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalim kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalıydilər. Onlar üçün dünyada rüsvayçılıq, ahirətdə isə böyük bir əzab vardır. Bəlkə biz İslamın ənənəvi inancın rasional əsaslarını düzgün şəkildə çatdıra bilmirik. Çünki İslam fəlsəfəsi, ümumiyyətlə din fəlsəfəsi inancın bir rasional təməlini müzakirə edib və ortaya qoyubdur. Bugün bizim ənənəvi ritorikamızda bunlar çox vaxt öz əksini tapmır. Bəlkə buna görə biz problem yaşayırıq. Buna görə gənclər cavablarını burada deyil də başqa yerlərdə tapmağa yönəlirlər. Tarixən hökm qoyan mətnlər Quranda da, sünnədə də, ayrı-ayrı kitablarda da mövcud olmuşdur. Amma şərh edici mətnlərə çox nadir hallarda biz rast gəlirik. Biz övladlarımıza və yaxud ayrı-ayrı insanlara dini öyrədərkən nə üçün sualına köklənməliyik? Gənclər nə üçün sualına cavab axtarırlar? Yəni biz ona dini öyrətdiyimiz kimi, bax bu nə üçün lazımdır məsələsinə də köklənməliyik. Belə olduğu təqdirdə gənclər dini qənaətbəxş formada mənimsəyəcək və daha az şübhələnəcəklər. Daha az şək mərhələsinə qədəm basacaqlar. Bu baxımdan düşünürəm ki, biz dini öyrədərkən əsas diqqətimizi öyrətdiklərimizin rasional cəhətdən əsaslandırılmasına cəhd göstərməliyik. O ki qaldı digər səbəblərə, əlbəttə ki, dinin ailə daxilində öyrədilməsi daha çox ibadətlərlə, Quran-ı Kərimin əzbərlənməsi ilə məhdudlaşır. Biz dini daha fərqli yollarla, bayaq dediyim kimi, daha fərqli aspektlərdən övladlarımıza öyrəşdirməliyik. Dövr dəyişmişdir. Biz etiraf etməliyik ki, ateizm təbliğ olunur. Ateizm modern dünyanın trendi və brendi halına gəlib. Bu da daha cazibədar görünür və etiraf etməliyik ki, bu amil də gənclərin müəyyən qədər ateizmə meyl etməsində böyük paya sahibdir. Qeyri-konseptual din anlayışının formalaşdırılmasına cəhd mövcuddur. Qeyri-konseptual din anlayışı, məsələn, əsas Allaha inanmaqdır. İbadət etməyə ehtiyac yoxdur. Yaxud əsas yaxşı insan olmaqdır. Qəlbim təmizdirsə, mən Allahın sevimli bəndəsiyəm. Yaxud, məsələn, Quran-ı Kərimdə namaz əmr olunmur. Yaxud namaz duadır. İstədiyimiz formada edə bilərik. Belə olduqda ənənəvi din urvatdan düşür və insanlar primitiv inanc axtarışına çıxırlar. Məsələn, müasir gənclər arasında göydən gələnlər bizi xilas edə bilər kimi bir qeyri-ənənəvi inanc yayılır. Qədim Şumerlərdə də o anlayış olub, Anunnakilər. Qədim Şumerlər göydən gələnlərə Anunnakilər deyirdilər. Düşünürdülər ki, tanrılar göydən gəlib. Bugün insanlar, gənclər görürsən ki, o dinin urvatsızlaşdırılmasının fonunda bu cür primitiv inanclara müraciət edirlər. Və əlbəttə ki, belə primitiv inanc əsla insanın inancı olan ehtiyacını təmin eləyə bilməz. Bu istiqamətlərə yönələn gənclərin adətən ənənəvi inanclarda tənqid etdiyi məqamlardan biri möcüzələrlə bağlı məqamlardır. İslam dini içərisində Quran-ı Kərimin, dini mətnlərin bizə təqdim etdiyi bir çox möcüzəvi məqamlar var. Bunlar bir hikmətə əsasən Quran-ı Kərimdə dəfələrlə bölünür. Həzrəti Musa ilə bağlı məsələlər, digər peyğəmbərlərlə bağlı məsələlər. Xüsusilə bu istiqamətdə şübhə yaradacaq fikirlərin daha çox buradan
meydana gəldiyini görürük. Yəni xüsusilə məqsədli şəkildə bu kimi məsələlərdən yola çıxaraq dinin rasional zəminə oturmadığını iddia edənlər var. Bax, bu mövzuları necə təqdim etmək lazımdır? Müasir gəncə, müasir insana nə şəkildə təqdim etmək lazımdır ki, bu bir şübhə ünsürü halına gəlməsin? Təkcə möcüzə deyil, digər mövzular da vardır ki, məhz o mövzuları qabardaraq, sanki din buna qənaətbəxş cavab verə bilmir, təəssüratı yaradırlar və bu təəssüratın fonunda biz bəzi gənclərin dindən uzaqlaşmasının şahidi oluruq. Ümumiyyətlə qəbul etməliyik ki, möcüzə insan ağlının izah edə bilmədiyi xariqüladə bir haldır. Yəni, adından da görünür, möcüzə, yəni insanı aciz buraxan, insan ağlını aciz buraxan. Əgər biz o möcüzənin necə baş verdiyini izah edə bilsəydik, o möcüzə olmazdı. Möcüzə nə deməkdir? İnsan hər şeyi edə biləcəyinə inanır və Allah müdaxilə edir və göstərir ki, sən hər şeyi izah edə bilməzsən, sən hər şeyə qadir deyilsən. Möcüzə Allahın yer üzünə müdaxiləsidir. İlahın yer üzündəki gücüdür və buna görə Peyğəmbərlər möcüzə göstərməklə o dövrdə rəqiblərinə meydan oxuyurdular. Möcüzə meydan oxumaqdır. Ağlın izah edə bilməyəcəyi bir şeydir. Sən bir şeyi əqli cəhətdən izah etməyə cəhd göstərirsənsə, o möcüzə ola bilməz. Möcüzəni izah etmək mümkün deyildir. Çox təəssüf ki, Kövsər müəllim, bugün Qurani Kərimin, İslamın ifrat formada rasionallaşdırılmasına bir cəhd mövcuddur. Möcüzələri inkar edirlər, İman institutunu hər cəhətdən rasional formada izah etməyə çalışırlar. Yaxud deyirlər ki, din elmdir, din fəlsəfədir. Bunlar primitiv yanaşmalardır. Din nə elm deyil, din nə fəlsəfə deyil, din dindir. Dinin öz statusu var, elmin öz statusu var, fəlsəfənin öz statusu var. Din dindir, din inancdır. Hər şeyi ağılla izah etməyə çalışsaq, hər şeyə bir cavab tapmağa çalışsaq, inanmağa bir şey qalmayacaq. Möcüzə inanmaqdır. Məsələn, Musa Peyğəmbərin dənizi yarması, bu bir möcüzədir. Fiziki qanunlarla, səbəb-nəticə ilə bunu izah eləyə bilməzsən, elmlə bunu izah eləyə bilməzsən. Elmlə izah etdiyin zaman bu möcüzə olmur. Bu olur elmi bir hadisə. Bu olur təbii bir hadisə. Möcüzə təbii bir hadisə deyil. Möcüzə fövqəltəbii hadisədir. Bir məsələyə də toxunum Kövsər müəllim. Bəzən sual verirlər ki, bu gənclərin arasında ən çox yayılan suallardandır. Allahı kim yaradıb? Məktəbli səviyyəsində olanların verdiyi bir sualdır. Bir gənc bu sualı verərsə, mən bunu başa düşürəm. Amma bəzən görürsən ki, diplomlu şəxslər, ziyalılar, az qalsın ki, 80-i haqlamış şəxslər, özünü müdrik saymış şəxslər bu sualı verir. Bilirsinizmi, bu insanların nəzərində Allah nədir? Bu sualı verəcəyəm. Sən Allahı necə təsəvvür eləyirsən ki, onun yaradıldığını da iddia edirsən? Bilirsinizmi, yaradılmama deyilən bir şey var. Allah yaradılmamışdır, kainat, təbiət yaradılmışdır. Allahla kainat arasındakı fundamental fərq bundan ibarətdir. Hər halda materialistlər də çox cəsarətlə deyirlər ki, enerji və materiya həmişə mövcud olmuşdur, o yaranmayıb. Deməli, onlar özləri də yaradılmama deyilən bir anlayışı qəbul edirlər. Allahın Allah olması üçün 3 xassəyə cavab verməsi lazımdır. Allah transidentaldır, yəni Allah kainatdan, insandan, fiziki qanunlardan asılı olmayaraq mövcuddur. İkincisi, Allah zəruri varlıqdır, yəni onun mövcud olmağı üçün hansısa səbəbə ehtiyac yoxdur. Yəni onun mövcud olması üçün yaradılmağa ehtiyacı yoxdur. Üçüncüsü, Allah hər şeyin səbəbi olmalıdır. Belə olduqda həqiqi Allah təsəvvürü hasilə gəlir. Digər bir iddia isə, əgər Allah varsa, şər niyə var? Bu qədər zülm, bu qədər müharibə nə üçün vardır? Adətən bu sualı Allahın nə üçün mövcud olduğunu, insanı nə üçün yaratdığını bilməyənlər verirlər. Biz bu sualın cavabını imtahan dialektikasında axtaracağıq.
İnsan imtihan üçün yaradılmışdır. İnsan azad yaradılmışdır. İnsan iradəli yaradılmışdır. Əgər Allah istəsəydi, arılarda, qarışqalarda olduğu kimi insanların da arasında nizam-intizam yaradardı. Bunun üçün insanlardan iradə, azadlıq, şuur deyilən nemətləri almalıdır. Elə isə insan yaratmağın heç bir mənası qalmır. Allahın ona tapşırdıqlarını eləyənlər, ağıl nemətindən faydalananlar, Peyğəmbərlərin yol göstərənliyini rəhbər tutanlar nəticə etibarilə onlar qazanacaqlar. Ona görə mən deyirəm ki, situativ olaraq baxmayacağıq, nəticə olaraq baxacağıq. Bu nöqteyi nəzərdən Kövsər müəllim, məsələyə biz imtahan dialektikası prizmasından yanaşacağıq, məsələyə insanoğlunun yaradılma qayəsi nöqteyi nəzərindən yanaşacağıq, məsələyə biz nəticə nöqteyi nəzərindən yanaşacağıq və tablonu biz hər tərəfli görə biləcəyik. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Allahın qulu qalxıb Allaha dua etdikdə, cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmur. İnanc sistemi öz içərisində bir bütünlük və özü ilə tutarlılıq təşkil edir. Yəni, əgər biz bu sistemin içərisində o sistemin nə şəkildə işlədiyini başa düşsək, onun nə qədər tutarlı olduğunu görə bilirik. Bəzən bu sistemin kənarına çıxıb, onun, belə deyək, mexanizminin parçalarından birini çıxartdığınız zaman o işləyişi düzgün şəkildə görə bilmirsiniz. Yəni, əgər siz vəhiy prosesini qəbul eləmirsinizsə, o mexanizmin bir dişini çıxartmış olursunuz. Bu təqdirdə sistemin düzgün işləyişini başa düşə bilməzsiniz. Əgər siz möcüzələr məsələsini o sistemin içərisindən çıxarıb kənara qoyub bu sistemi anlamağa çalışsanız, yenə də düzgün başa düşməyəcəksiniz və bu işləyişi anlamayacaqsınız. Bəzən bu yönəlişlərin düşdüyü çətinliklərdən biri bu olur ki, sistemi öz içərisində anlamaq yerinə, anlamaq əvəzinə ona kənar bir gözlə, tutaq ki, modernizm gözü ilə, rasional gözlə yanaşdıqları zaman bu sistemin özü-özlüyündə tutarsız olduğu fikrinə gələ bilirlər. Vüsal müəllim, əlbəttə ki, cəmiyyət inkişaf eləyir, elm, fəlsəfə inkişaf eləyir və bu müzakirələr hər zaman davam eləyir. Mən son olaraq qısa cavabınızı istəyəcəm bu məsələdə. Gənclərin xüsusilə bu təmayüllərə yönəlməsi, bu axtarışlara getməsi, onlarda daha sonraki mərhələlərdə hansı problemlərə səbəb ola bilər? Ümumiyyətlə, problemə səbəb olurmu? Bax, istərdim son olaraq qısaca bu məqama toxunaq. Ateizm obyektiv əxlaqı inkar eləyir. Allaha inanmadan bəlkə də yaxşı insan olmaq mümkündür. Amma şər və xeyir konsepsiyasını əsaslandırmaq mümkün deyil. Əgər Allah yoxdursa, deməli, bir şeyin yaxşı, bir şeyin də pis olduğunu müəyyənləşdirən meyar kimi insan ağlı çıxış eləyir. İnsan bir şeyə yaxşı yaxud pis deyərkən, hər şeydən əvvəl öz mənafeyini əsas götürür. Deməli, biz ümumi qaydaları çıxdaş edib, bunu insanın öz öhdəsinə buraxsaq, hər insanın öz mənafeyinə uyğun olaraq yaxşısı və pisi olacaqdır. Elm bu məsələdə bizim köməyimizə gələ bilməz. Elm bir şeyin yaxşı yaxud pis olduğunu müəyyənləşdirmir. Ateizm insan psixikası üçün zəruri sayılan təsəlli və ümidi onun əlindən alır. Çünki ateizmə görə ölüm sondur. Ateizm insana mənəvi baxışı inkar edir. Mənəvi baxış nədir? Bir insanın məna axtarışıdır. İnsan həmişə məna axtarır. Biz onun əlindən bu axtarışa olan, bu səyahətə olan istəyi ala bilmərik. Vüsal müəllim, təşəkkür edirəm sizə. Mövzu həddindən artıq geniş və çox şaxəlidir. Əlbəttə ki, bunun sosial, psixoloji, elmi, fəlsəfi aspektləri var.
Bəlkə bu istiqamətlərin hər biri haqqında ayrı-ayrılıqda danışmaq olar, amma mənə elə gəlir ki, bu qısa vaxt ərzində siz bu yönəlişlərin, bu axtarışların mahiyyətinə çox gözəl işıq tuta bildiniz. Mən sizə çox təşəkkür Siz sağ edirəm, olun, gəldiyiniz üçün, dəyərli fikirlər bizimlə bölüşdüyünüz üçün. Sağ olun. Siz sağ olun. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.